Zaman elə bir anlayışdır ki, onu nə görə bilirik, nə də toxuna bilirik. Amma hər an hiss edirik. Hər xatirə, hər dəyişiklik, hər nəfəs onun içində baş verir. Həyat dediyimiz şey əslində zamana yayılmış bir prosesdir. Amma zaman nədir? Fiziki bir hadisəmi? Bir illüziyadırmı? Yoxsa şuurumuzun reallığı qəbul etmə forması? İlk baxışdan zaman sadə görünür. Keçmiş, indi və gələcək. Amma daha dərindən baxdıqda bu anlayışın nə qədər mürəkkəb və təəccüblü olduğunu görürük. Filosof Hugh Maylord deyirdi: zaman keçmir, keçən sadəcə bizik. Yəni zaman axan bir çay deyil, biz o çayın içində üzən varlıqlarıq. Zamanın özü hərəkət etmir, dəyişən elə bizik, çevrilirik və bu dəyişiklik bizə zamanın axdığı illüziyasını yaradır. Bəs niyə insan keçmişi xatırlayır, amma gələcəyi xatırlaya bilmir? Bu suala filosof Simon Blackburn belə cavab verir: biz keçmişi xatırlayırıq, çünki təsirlənmişik. Gələcək isə hələ bizi formalaşdırmayıb. Beynimizdəki sinir yolları təcrübə ilə dəyişir. Bu plastiklik keçmişin izlərini yaradır, amma gələcək hələ yaşanmayıb. Ona görə də onu yaddaş kimi daşıya bilmirik. Biz onu yalnız hiss edə bilirik, təxmin edə bilirik. Albert Einstein isə deyirdi: keçmiş, indi və gələcək hamısı illüziyadır, nə qədər inadkar olsa da. Yəni bu üçlük keçmiş, indi, gələcək əslində şuurumuzun reallığı bölmək üçün yaratdığı kateqoriyalardır. Fizika üçün zaman dördüncü ölçüdə tək bir ox üzərində yerləşmiş ardıcıllıqdır. Bu anlayış öz yerini Minkowski fəzası kimi tanınan dördölçülü zaman-məkan modelində tapır. 1908-ci ildə Herman Minkowski yazırdı: artıq məkan və zaman ayrı-ayrılıqda mövcud deyil. Yalnız onların vahid birliyi zaman-məkan gerçəyidir. Daha maraqlısı budur: zaman müşahidəçidən asılı olaraq dəyişə bilir. Əgər bir qara dəliyə yaxınlaşsaq, bizim üçün zaman daha yavaş axacaq. Amma uzaqdan baxan bir müşahidəçi üçün sanki biz donmuş vəziyyətdəyik. Bu nisbilik prinsipi göstərir ki, zaman obyektiv deyil, o müşahidəçinin vəziyyətindən və cazibə qüvvəsindən asılıdır. Yəni zaman sabit bir axın deyil, o elastikdir, əyilə, uzana və sıxıla bilir. Eynilə məkan kimi. Elmi olaraq sübut edilib ki, yüksək cazibə qüvvəsinin olduğu yerlərdə zaman daha yavaş keçir. 2014-cü ildə çəkilən Interstellar filmində bu prinsip çox təsirli şəkildə göstərilmişdi. Bir planetdə keçən bir saat yer kürəsində 7 ilə bərabər idi. Bu sadəcə fantastika deyildi. Kip Thorne'in elmi modellərinə və ümumi nisbilik nəzəriyyəsinə əsaslanan real hesablamalar idi. Yəni, kosmosun bir nöqtəsində 1 saatlıq fasilə versək, başqa bir nöqtədə artıq 100 illər keçmiş ola bilər. Bu, həm də o deməkdir ki, bizim üçün bir saniyə keçərkən başqa bir yerdə fərqli bir reallıqda həmin an bir əsrə bərabər ola bilər. Başqa sözlə, vaxt keçmir dediyimiz anlayış əslində yalnız bu dünyadakı fiziki şərtlərə aiddir. Fərqli məkanlarda, fərqli formalar üçün zamanın ritmi tamamilə başqa ola bilər. Əslində biz indi dediyimiz anda belə keçmişə baxırıq. Çünki gördüyümüz hər şeyin işığı bizə müəyyən bir zamanla gəlir. İndi dediyimiz şey keçmişin gecikmiş gölgəsidir. Amma insan şuuru üçün zaman yalnız fiziki ölçü deyil, o həm də psixoloji bir təcrübədir. Uşaqlıqda bir gün sonsuz görünür. Yetkinlikdə isə illər bir göz qırpımında keçir. Çünki zamanın subyektiv qavrayışı beynin informasiyanı necə emal etməsindən asılıdır. Daha çox yeni təcrübə yaşadıqda zaman uzanır. Rutin içində isə zaman sıxılır, sürətlənir, axıb gedir. Bu səbəbdəndir ki, bəzi günlər bizə bir ömür qədər uzun gəlir. Bəziləri isə heç vaxt olunmur. Bəs bu subyektiv zamanla obyektiv zaman arasında necə bir əlaqə var? Fizika deyir ki, zaman bir istiqamətdə axır. Entropiyanın artdığı istiqamətdə. Yəni nizam pozulmağa meyillidir. Səbəblə nəticə arasında ardıcıllıq zaman oxunu yaradır. Bu fikir Ludwig Boltzmann və Arthur Eddington'un entropiya anlayışlarına əsaslanır. Eddington yazırdı: zamanın oxu entropiyanın artdığı istiqamətdir. Bu istiqamət fiziki hadisələrə qayda verir.
Amma beynimiz bu axını necə hiss edir, necə anlayır? Burada nevropsixologiya işə qarışır. İnsan beyni zamanı fasilələrlə ölçür. Ürək döyüntüləri, nəfəs, ritm və s. Hər an keçmişlə gələcəyin arasında uzanan nazik bir xəttdir və biz heç vaxt indini tam tuta bilmərik. O an keçən anda artıq keçmiş olur. Zamanın bu tutula bilməyən təbiəti insanı həm heyrətləndirir, həm də qorxudur. Biz hər şeyin nə vaxt baş verdiyini bilmək istəyirik. Amma zaman daim bizdən qaçır. Fəlsəfi olaraq baxsaq, zaman bəlkə də bu dünyaya aid olan bir şey deyil. Yəni zaman yalnız bu kainatın xüsusiyyətidir. Başqa kainatlar, başqa reallıqlar zamanın olmadığı və ya fərqli işlədiyi sahələr ola bilər. Hətta bəzən düşünürük, zamanın olmadığı bir mövcudluq necə görünə bilərdi? Kvant fizikasında bəzi hadisələr zaman oxuna ehtiyac duymur. Onlar sadəcə baş verir. Carlo Rovelli müasir fizika fəlsəfəsinin aparıcı nümayəndələrindən biri deyir: Əgər zaman varsa, o zaman dəyişmə də var. Amma əgər dəyişmə varsa, zaman qaçılmazdırmı? Yoxsa bu dəyişmələr yalnız əlaqələrin kontekstində baş verir? Rovelli zamanın lokal olduğunu və nə qədər reallıq varsa, o qədər də zaman növü var fikrini irəli sürür. Bu isə göstərir ki, zaman nə universal, nə də qaçınılmazdır. Kip Thorne deyirdi: zaman kainatın toxumasının bir hissəsidir. Onu çıxarsaq hər şey dağılır. Amma bəlkə də bu toxuma yalnız insan təcrübəsinin bir hissəsidir. Varlıq zamanın fövqündə olan bir anlayış da ola bilər. Bəs zaman insan qocalmasına səbəb olurmu? Yoxsa məsələ hüceyrələrin daxilində baş verən proseslərdirmi? Elm bu suala belə cavab verir. İnsan bədəni zamanla yox, zamanla birgə baş verən molekulyar proseslər nəticəsində qocalır. Hər hüceyrə bölünəndə onun DNT-si bir qədər qısalır. Xüsusilə də telomerlər, xromosomların uc hissələri hər bölünmədə biraz da qısalır. Bir nöqtədən sonra hüceyrə artıq bölünə bilmir. Bu bioloji saatın mexanizmi genetik kodun içində yazılıb. Yəni qocalma zamanın özü ilə deyil, zaman ərzində hüceyrələrdə baş verən kimyəvi və genetik dəyişikliklərlə bağlıdır. Başqa sözlə, zaman sadəcə çərçivədir. Qocalmanı əmələ gətirən o çərçivənin içində işləyən sistemlərdir. Əgər bu sistemləri dəyişsək, məsələn, metabolizmanı azaltsaq, telomerlərin qısalmasını yavaşlatsaq, qocalmanı da ləngitmək mümkündür. Maraqlıdır ki, bəzi heyvanlarda, məsələn, çılpaq torpaq sıçanı və ölməz meduza qocalma ya çox ləng gedir, ya da ümumiyyətlə müşahidə olunmur. Bu isə göstərir, qocalma qaçılmaz deyil. Sadəcə bizim bədənimiz belə proqramlaşdırılıb. Bu baxımdan demək olar, biz zamana görə yox, zaman içində işləyən sistemlərə görə qocalırıq. Əgər bu mexanizmlər fərqli qurulsaydı, qocalma da fərqli görünərdi. Bəlkə də bizi dəyişdirən zaman deyil, içimizdə yazılmış bir proqramdır. Zaman həm reallıqdır, həm illüziya, həm ölçüdür, həm hiss, həm məhdudiyyət, həm də ehtimalların açarıdır. Bəlkə də onun sirrini heç vaxt tam açmayacağıq. Amma onu hiss etməyə, yaşamağa və anlamağa çalışmaq insan olmağın bir parçasıdır.